Salam əziz abituriyentlər. Bugün sizinlə impulsa aid belə bir sualın izahına baxaq. Sualda deyilir ki, şəkildə cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılı qrafiki verilmişdir. İlk 5 saniyə ərzində cismin impulsun dəyişməsini hesablayın. Qrafikdən görürük ki, qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Biz də bilirik ki, cismin impulsu delta P bərabərdir FT hasilinə bərabərdir. İndi biz burada baxsaq, görərik ki, burada bizə bir trapesiya verilmişdir. Eyni zamanda biz qeyd edə bilərik ki, qüvvə zaman qrafikinin altındakı sahə bizə cismin impulsun dəyişməsini verir. Yəni delta P bərabərdir S fiqur. Bu fiqurumuzda görürük ki, uşaqlar trapesiyadır. Bu trapesiyanın sahəsində biz tapa bilərik. Trapesiyanın sahəsi bilirik ki, S trapesiya bərabərdir A plus B bölünsün 2 vurulsun H. Yəni, oturacaqlar cəminin yarısının vurulsun hündürlüyü olan hasili. Gəlin buradan baxaq. Alt oturacağımız görürük 5'dir. 5 üzərinə gəlinsin. Üst oturacağımız görürük. 4'dən 2 çıxanda qalır 2. Bölünsün 2, vurulsun. Hündürlüyə də baxın. Hündürlüyümüzdə görürük ki, 2'dir. Baxın, bunu biz bir qarşıya paralel köçürsək, hündürlük də olur 2. Bu deyir bizə 7. Deməli, bizim impuls dəyişmemiz olacaq 7 kiloqram vurulsun metr bölünsün saniyə.